Bugünkü çəkilişimizi biz 2016-cı il aprel şəhidi Rahim Tağıyev və 44 günlük müharibə zamanı şəhid olan Telman Allahverənovun xatirəsinə həsr eləmişik. Qapıda Nihata döndü, üzünü çevirib dedi ki, Nihat, mən gedirəm, ata, ev, ana, bacı sənə əmanətdir. Ola bilər ki, mən gəlmədim. Onun son görüşü elə oldu. Heç vaxt demirəm, niyə şəhid oldu, niyə mən balama apardılar, onun taliyə qismət oyun. Amma deyəm, onu deyərdilər, mən onu yetişdirəm. Onu yetişdirərdim, bir sənə onu qucağıma alardım, doyunca onu iyi çəkərdim. Ümidimiz indi də var. İndinin özündə də geri baxsan ki, fikirləşsən, ümid edirsən ki, gələ bilər, bəli.